Hər kəsə salam. Deməli, deyəcəksiniz axşam vaxtı bunlar hara gedirlər? Gedirik Alisaya paltar almağa. Deyəcəksiniz ki, niyə axşam? Çünki Tacir bütün günü mağazada olub və bugün mən bütün gün əsəbləşmişəm ki, mənim uşağımın evdə giyməyə paltarları əyninə balacalaşıb. Mənə vaxt ayırmırsan, uşaqlara gedib paltar almırsam. Uşağımıza daha doğrusu Allah uşaqlar bizdir, ya Rəbbim yapma sakın. Nəysə, gedirik Alisaya paltar almağa. Bir də deyirəm ki, həqiqi sözbaz ki, sözbaz bizim millətimizdən yoxdur da. Şakir bizdə niyə qalıb uşaqlar? Normalda Şakir bizdə qalmır da. Bizdə qalıbsa demək mama evdə yoxdular deyə qalıb da. Yəni rayona gediblər. Yorumlarda yine başlamışsınız ki, ay filan şey, bəhmən şey, o yan bu yan, nə bilim, Şakirə divan açardım. Birincisi mənim qaynım divanı açmağı özü qoymadı. Mən həmişə ona ən yaxşı şeyi eləməyə çalışıram, çünki mənim qardaşımdır o. Özü istəmədi, açmadım. Bunlara qısa olaraq cavab verin mini taksiyə. Bunlar da buradadılar. Burada çox qəşəng geyimlər var uşaqlar. Ne güzeldi. Buna baxa bilərəm. Prosta bizə elə 2 yaş verin də, 1 yaş yarım verməyin. Bu balaca şişə olacaq. Çox güzel. Bizim sən ala bunu Tacir. Qoy o gəlsin özü üçün, ondan işin olmaz. Hansılara? Bunlar da qəşəng Tacir. Hə. Özdə səhv eləmirəmsə 70% indirim var burada, hə? Tacir buna bax. Alın da ki evdə giyinirim mi? Kalıqlarla. Hə? Hə. Alice, ana qurban, bax, gözəldir. Buna baxın. Kızım, bu da don yaraşmır Tacir. Koy yaraşacaq. Vallahi Alisa'ya don yaraşmır. Tacir, bax bunu götürmək istəyirəm. Hansını? Deyir bax bundan. Aha. Evdə giyindirməyə. Bunun şeylər də var. Tulumlar da var. Posta. Bu Tacir Alisa'ya balaca olmaz. 13-18'i bakın. Ay o böyükdür. Bu Ha. Alisa'ya. Ha. Böyük yaxşıdır da, böyük olsun. Çox böyük olar ya o. Qurban. Alisa ucu qaçıb. Alisa. Mənlə babam buradadır. Gəl bura Tacir. Aşkım böyük olmaz. Həm böyük olar məncə. Məncə ayaq hissəsi balacadır. Bədən gör nə iridir onun. Böyük olsun da Tacir. Bəs biz böyük paltar niyə alırıq Alisa'ya? Nə bilim. Şey aldı o mən dediyim şeylər var opşir olan. Kamizyon. Hə. Bax burada yuxu kamizyonları var. Belə. Yox, kamizon deyil axı. Prosta qalın. Baxın. Yox, onun ayağı da olsun da. Tacirine bax nə gözəldir. Hə, çox gözəldir. Götür də hansını sən götür. Alice gəl buraya mama qurban. Bu çox qəşəngdir bax. Elə bunu götürürəm Alisa'ya. Götür. Əyninə olacaqsa götür. Alice gəl buraya qızım. Aha. Peki belə köynəklərdə götürüm onu. Götür ha. Bunlar olar onun əyninə babu. Bu çox xoşuma gəldi bu. Bu, bu balaca değil mi? Çox balaca. Qolları da çox qısa baxı bunun. Üşüyər evdə. Buna bax. Alisa'yı biz də onca giyindirəmədik. Hansı? Deyim babu. Çəkirsən sən mənə? Ev üçün yaxşıdır. Belə bir şey Yaxşıdır da. Şalvarı. O da olar. Elə ayıcıqlı. Balaca deyil. Yox, var 12-18. Hə, 12-18 verin. Tacir. Mən sən çata bilmirəm. Bu da güzeldir. Bunu beğendim canım. Prosta balaca da hamısı. Böyük razım yoxdur. Bu sarı bunlar nə? Böyük razmerləri var. 18 onlar. Bunlar nədir bax? Nə? Olar. Body. Ya. Bunlar prosta boydilərdir. Boydilər axırda alaram. Qoy tam evdə geyin. Yo olmayacaq. Boyu uzun diye. Hə, boyu uzun. Olar. Olmayacaq Alisa'nın. Sağdakı olar da. Vallahi olmayacaq da həyatım. Bozlar mı istemez? Kulak ve uzundur. Olayın Bu materyal istemiyorum. Bu olar Tacir əyninə. Yo olmayacaq. Sıxacaq onu, sıxacaq həyatım. Allah qolar. Olmayacaq. Mən bilirəm. Bir ancaq ayağı bağlı pijama götürdük, hə? Biz axtardın? Harda axtardın bizi? Hə, fıstıq.
Ay Allah, eləmə, qovacaqlar indi bizi. Eləmə, Alice, olmaz. Olmaz. Yox, materialın ötərdir. Bunu biraz mecburen görebilirsiniz. Eləmə, Alice. Olmaz düz. Olmaz. Gör nə edir bunlar gözəl. Hamısının ağzını açır. Alice, bir dəqiqə səni döyəcəm ha. Bu daha yaxşıdır. O, Köynəyə baxa bilərəm. böyük deyil. Böyük yaxşıdır. Tacir biz bir dəfəlik onun üçün bir ay geyinə bilsin də. Bu daha yaxşıdır. O Versailles qalacaq. Nə rahat olacaq. Bunlar ne? Bunlar neçə rendirimdən gedir? 23. Neçə? 11. 2 dənə götürüm bundan. Yoxsa tulum Götür də götürəcəm, götür, ayağa götür. 2 dənə verin də fərqli. Deyən almırıq da. Mən alacağam. Tacir sən qızın qızdır. Bilməm. Olmaz. Bu qız şimdi həyatım qız şeyləri geyindirək də. Uşağın beynində qalacaq, sonra ancaq oğlan şeyləri geyinəcək. O stil necəyimdir bu? Ne bu? Ne stil oğlan üçündür? Yo, geyindirəcəm. Allah'ın dostu bunu götürür. Yo, bu da qəşəkdir bax. Yox, olur oğlan üçündür. Yo, mən alacağım onu. Allah qalacaq. Geçen de olmasa geçen başka bir şey alaq da. Allah qalacaq. Yok da Allah'ın heç yok olmuyor. Baxarsan. Hara getdi o? Anis. Anis gel bura. Hamısını da elə şey aldıq. Buna bax, gör nə qarırsan uşağı. Belə olanda mənim uşağım olmursan uşağım. Dağı tökədə mənim uşağım, dağı tökməyə sənin uşağın. Kanım bunun 23'ü yoktu, 24'ü var. Bunda muhabbet O 24'dür. yok, 26. 24'də baxa bilərəm, hə. Tök ana qurban, tök aton yığışdıracaq. Hacımına bax. Qoyma da eləsin. Hacımına bax. Hadi biz Alice'ye niye bir ayakkabılar alabilmədik? Biz elə bilirdik ki, Alice Buna qılıcı bax. olur, ayağına ayakkabı yoxdur. 25. Ana qurban. Qoyma da. Özün qoymadı. Ayaqqabı manyakdır deyə bu uşaq. Bütün günüm mənim. Git yığ yerinə. Gəl bura, qoyma getsin. Anis. Ha, nəyi hardan götürdü bu? Əcəb olur sən Tacir. Alice. Tacir gedəcəm atın balası. Bir dənə pırtı dişləyir, ehtiyatlı olun, dişləyər uşağı sonra. Hə. Qoy, məncə də qoymayın. Sonra. Bura gəl Alice. Alice. Bura gəl. Ay Allah, bütün mağaza boyu başımızı oynatır uşaqlar. İmkan vermir ki, normal bir şəkildə buna paltar baxaq. Əcə oldu, qaçırdı və ya. Gəl bura Alice. Oradan çəkən deyil Tacir. Gəl. Ya bırçı. Hə? Yox. Yanda bu su girək baxa. Sakin dayanandı o. Gözdə bir dənə telefon Bizi elə bir abır elədi ki mağazada. And ol Allaha, yaxşı ki bizi tanımadılar. Göt bunu, in məşğul ol biləsən. Götür onu. Götür. Deməli, uşaqlar, evimizə elə bir top atıblar. Alisa'nın neçə vaxt şkafını qatdalamırdım ki, yeni paltarlarını alım və orada həddindən artıq çox balaca geyimləri olduğu üçün, hətta baxın bu kutkası belə Alisa'nın əyninə artıq balacalaşıb, indi üzərinə yağış deyib. Mən bunu yuyacağım. Bilirsiniz ki, mən Alisa'nın balaca geyimlərini, bir dənə ailə var, təzə doğuş eləyib xanıma, ona verirəm. İndi hamısını ayıracağım. Burada təzə Alisa'nın demək olar ki, geyimləri dəhşətli dərəcədə çoxdur. Baxın, belə şalvarları falan var. Belə qalın, içləri qalındır. Bunların hamısı Alisa'ya balacalaşıb. İndi mən bunları qəşəng ayıracağım hamısını. Təmizləri ayırıb yığacağım, qalanlarını isə yuyacağım. Qardırobunu yenilədik. İndi hamısını yerləşdirim. Ondan sonra geyimlərini ayırım. Telefonu da qoyun buradan, siz bizə baxın. Nə deyirsiniz? Güzgümüzün kiminə baxın, ilahi. Bu güzgü niyə bugündədir? Sonra da buna söz eləyərsiniz, hə? Eləyərsiniz, vallahi eləyərsiniz. O qədər sözbaz izləyicilərim var ki, mən nə inəsəm də bacı, nə inəsəm də yanana bilmirəm də. Ay, nə bilim, vloga filan kəslərlə küsürdü, vloga çəkmir, bəhmən kəslə belədir, elədir. Ay, başınıza dönüm. Baxın, bir daha deyirəm, bir yolda demişdim. Qaynım bizdə niyə qalır? Çünki evdəkilər evdə yoxdur, rayona gediblər, ad günə gediblər deyə bizdə qalır da. Yəni, boş-boşuna bizdə qalmaz ki. Və yaxud nə bilim, filan kəslə niyə danışmırsan, filan kəslə yaxın idim, bəhmən kəslə yaxın idim. Day biz öz əlimizi qoymuşuq sizə, öz əlimizi, içimizi, dışımızı, hər şeyimizi qoymuşuq sizə. Amma siz bununla yetinmirsiniz. Siz istəyirsiniz ki, elə hər şey daskana sizə çatsın.
Yapmayın böyle lütfen. Neyse uşaqlar. Mən indi buradan telefonu yerləşdirirəm. Qəşəng çəkişimi eləyirəm. Alisa'nın şkafını qatdalayaq. Ondan sonra gəl başlayaq. Bu arada bacınıza çox gözəl pijamalar almışam. Hamısını indi bir-bir geyinib sizə göstərəcəm. Ay Allah, gör neynir bu ya Rəbbim. Gör neynir. Bir dəxə. Evet. Evet. Sən keçə bilərsən o tərəfə. Buranın neçə vaxtı qatdalamıram. Sen neyin orada? Əl olacaqsan. Aha. Mən qatdalamakda kömək edim. Ya orada kameraya baxsa necə də sevinərəm. Ay Allah, buna bayıldım az fərzi. Tadına bakayım. Kızım, Allah. Çəkil keçək. Qızlar baxın. Bu ayaqqabını almışam Alisa üçün. Ala, get giyin. Ala. Ala. Sən ad verirəm Allaha, bir dənə buraları tökmə. Çəkil nümuş. Hə. Bu qutqanı almışam. Bunun sumkası da var idi, hanı hə? Buna bax. Çox qəşəng endirim var idi Pantagifs'də, möhtəşəm. Bu pijamaları almışam. Bunların materialları çox qəşəngdir. Arkanda da o. Sonra bilmirəm, 2 dənə belə kalqotka almışam. Ay Allah, buna bayıldım axtardım, çox qəşəngdir. Arvada oxşayacaq önce. Bir dənə belə qəşəng şalvar almışam. Onlara şey deyirlər də. Bu tuluma da bayıldım. Bir dənə belə Nənə qəşəng. babalar ondan Ay geyinir. da buna bayıldım Tacir. Tuman deyirlər ona. Bir Tuman. dənə buna baxın siz Allah. Bir dənə qəşəng belə cins aldım. Bunun köynəyinə baxmaz, bunun canı yanmasın. Buna bax, qoyun güllərinə bax. Təcili qızımla restorana Fındır getməliyəm. işlədir də. Sonra 2 dənə belə ayaqları bağlı belə tulumlar Yəni o aldım. böyükdür da gözəl. Sən deyirsən belə. Aşkım olsun da böyük həyat. Biz uşağımıza gəlib balaca şey alırıq. 2 gündən sonra balacalaşır. Olsun da canı. Bir dənə belə qəşəng tulum aldım. Bunları çox qəşəngdir axı canım. Belə köynəklər aldım. Bax indi bir dənə bir şey deyim sən. Bunu əlində tut. Deyəm. Belə köynəklər aldım. Elə onu tut əlində. Onu tut. Hə, tutdum. Onu tut sən. Tut. Sən çiyinlərini nəzərbə bırak. çatdır ki, Tacir, sənin qızının ayaqları qısadır, boyu uzun. Nəzərbə onu çatdır, yaxşı? Belə maykalar aldım. Ay Allah, buna ürəyim getdi. Evdə geyindirməyə görə güzəldir Tacir. Necə qapan olmaz. Sonra Aventin həmişə kimi soskasını aldıq. Niyə Orada aldıq nə istəsən? Bir də belə pulka yuyan aldım. İndi isə məqsəd bilirsiniz nədir? Məqsəd Alisa'nın şkafını. İndi buradan görə bilirsən bu özünü. Hə, bilirəm. Məqsəd Alisa'nın şkafını təzədən qatdalamaq. Çünki Hacı bunu görmüsən? Hə? Bunu. Hə, onu necə indirmirsən ki? Birazdan balacalaşacaq. Harasa aparım ki kere giyindirim. Onu elə harasa aparanda geyindirsən, soyuq olaraq. Harada giyindirim, evdə giyindirim. Bunu xalda almışdım, buna baxın. Bu olar onun nəyinə Tacir. Hə. Hə, var. Bunların da adını qəşəng qatdım yuxarı qoyum. Gəl, bunu. Bunu yox. Hı. Obsini gətirin, buradan qoyum şeyi. Niyə mən çəkidirəm, buradan özümü görürəm. Şkaf, bax o tərəfi çox çəkir, bax o buranı çox çəkir. Bir də bəri çöndər də biraz. Hə, şu da. Normal da. Deməli, bu Şkafın içinə düşsün deyə deyirəm də buradan qoyum. onsuz qatlayıram da, mən əsas qatlamağımı görsünlər. Bu Alisa'ya balaca deyil də canım mən. Yo, o geyinir. Geyinir. Bu uşaq korobka manyakıdır. Məncə balaca baxı bu əynin Alisa'nın. Bəs bu? Yo, o da qəşəng. Geyinir onda. Qabağına ləkə düşmür. Evdə geyinir də, geyinər Qabağına də. xlor düşüb axı canım. Harası? Geyinər evdə. Niyə uşağıma çirkin şey geyindirmək xoşlayırsan? Onun əynində geyindirdiklərini bu gün mənim heç xoşuma gəlmir. Hə, qaraçı yoxşamışam, Allah. Sənin? Mənim də, sənin. İlk dəfə idi ki, mənim uşağım əslində həqiqətən çox gözəl geyimləri var. Prosta bugün bilmirəm nədirsə, uşaq bildiyiniz, yəni çox çirkin görsənirdi də, öz uşağım da deyə demirəm. Sevmirəm də uşaq çirkin görsənəndə. Bu da olar, əyninə Tacir. Aha, bunu necə indirirsən? Vallahi. Deyə ondan bunu evdə indi geyindirərsən. Təzə aldığın hansıydı? Onu qoy bura, böyle qoy. Bu köynəyini çox bəyənirəm Alisa'nın. Bunu şey alıb. Qızın adı nədir? Ülviyə alıb, amma burasını mən sökmüşəm. Amma bunu tikəcəm. Köynəyə yana Alınan gündən tikir, hələ də tikir. Alınan gündən tikirəm qızları, hələ tikirəm. Sən mənlə muhtaşırsan, hə Tacir? Yaxşı, nə olar? Bunları evdə Ama bu geyindirəcəm. qarasını quşuydu. Bu şalvarı balaca da əyninə Tacir. Yox, o da qəşəng. Yox, balaca da Allah haqqı.
Aşkım balacadır, burası sıxır, pamperesi sıxır. Poposu yadında əyrəndə çöldə qalır. O qədər balacadır ki, bunun ailə var, ona verəcəm. Sonra bu köynək Alisa də indi layla balacadır. Hansı? O köynəyə indi mən cəmi 3 dəfə görmüşəm. Balacadır da aşkım, neyiniyim? Bax, bu köynək vapşı balacadır əynindən. Başından keçmir. Qolları da damdardır. Bunları qəşəng çevirirəm, yumuşam. Qatlayıram, ailə var ya, onların uşaqları oldu axı. Verəcəm onlara. Qızdır o. Tez oldu, təzə. Bax, bu da balaca əynindən. O bala, onunla, o birisində Şey, düt. Poposu qalır çöldə, əyni poposu qalır çöldə. Bax, bunlar əyninə yaxşı olur. Bunların beli uzundur. bir dənə indi onunla onu yan-yana tuta bilərsən səndən. O, bunun beli uzundur. Beli. Bax, bel hissəsi. Bildim, bir dənə o. Tutmuram. Mən bugün bu uşağın qarqobunu niyə yenilədim? Bax, bu da əyninə balaca, damdardır özdə. Baxın uşaqlar, balacadır. Vallahi billahi, amma bunları mənim uşağımda oynayacaq. Ana, sabahdan ana səni o qədər stilini geyindirəcək ki, yaxşı qızım. Bugün mama səni çox pis geyindirdi, ürəyim ağrıyır. Bir sən niyə Tacir? Mən onun saçını kəsdim ona görə. Bu pijamalar balaca deyim. Saçını kəsdin deyə yox, mən qəşəng geyindirməmişdim. Necə qəşəng geyinməmişdim? Həmişə geyindirdiyim şeyləri geyinmişəm də. Yox. Görsən neyinir mənim başıma? Bax, bunlar əynində yaxşıdır. Aydos Spark'ın için geyindir də gözəl oldu. Bunları sabahdan geyindirəcəm. Sabahdan necə onu evdə əməli başlı Nə geyindirəcəm. qəşəng paltarları var imiş uşağın. Əslində onu bax, köynəklər, jaketlərindən çölə çıxanda bu şalvarlarımı geyindirə bilərəm. Cəmaət bunları çölə geyindirir. Allah haqqı. Kalbotka üstündən Hə, gedir. elə qəşəng səliqəli qalır. Biz yerdə geyindirəm. Deyil, Spartinlisi. Spark'ın da qəşəng qalır onun. Hə, əynində də qəşəng qalır, şey oxşuyur. Şalvarları elə şey qoy da, evə geyindirdikləri bir qoy. Elə istəyirəm, elə qoyum. Onu bax, çölə bayra geyindirəcəm bunu. Çox qəşəngdir. Dağılmasın deyə deyirəm də, evə geyinənləri qabağa yiyir. Bax, bunu da çölə bayra geyindirə bilərəm. Qəşəngdir, qalın. Vasinlə. Və altdan kalbutka, normal üstdən də onu. Evdə hansılar geyinəcək? Onlar Qattalada kömək eləsin, mən bilərəm hansıları geyinəcək. nə var ki burada? Qattaladan mən yorğunam, sən qadan aldın səni. Hansı köynəyin qabağında ləkə var, onu atacam getsin. Heç o ailəyə də verməyəcəm. Bax, orada bir dənə köynəyə vardı. Dünəndən bilmədim, qabağına koyub tutdum. Başı dəydi o. Hə, neyniyim? Bax, ləkə var qabağında. Ləkə var necə? Yəni yuyacam da. Getməsə atacam getsin. Bu şalvar əyni böyükdür. Haydi. Gəl, yaxşı gəl. Gəl bura. Əs sözü qaldı. Donunu asacam. Hoppa. Aferin. Bence sən bilərsən, bu cinslərdən hansı onun əyində balacadır, böyükdür? Hamısı əyni olurdu mən biləm. Bir dənə Əyni baxın, olur. o balaca olar. Hə? Bunu verəm onda ailəyə. O balaca olur. Peki saxlayayım bunu, gələcəkdə oğlumuz onda giyinər. Hə, Onda ailə qatlamı qoyuram bax. Bu əynin nə olur? olur. Olur. Bu da olur. Bu. Bu da Amma balacadır. o belini sıxırdı. Hə, balacadır. Bunu da qoyuram. Sonra. Bu cəketi olur hə, əyninə. Onun balonkası odur da. Hı? Hə, hə, onu Balonkası. saxlamışam balankasını. Bunu qoyuram bura, bunu qoyuram bura. Bu. O olur əyninə. Hı. Tamam, nə qəşəngdir. Buna bax. Bu. Buna bax. Bunun qabağında ləkə zad yoxdur. Yox. O da olur əyninə. Hə, olur. Qəşəng olur bunlar əyninə. Bunları var, bununla geyindirə bilərəm çölə bayra çıxardan da altdan. Kurtkasıyla da qəşəng gedər. Mənə niyə demirsən neçə vaxtdır? Qız kimi geyindirmək lazımdır uşaq. Uşaq oğlana oxşuyur. Onun kim çıxartdı, özü çıxdı. Nə? Onu evdə geyindirəcəm. Hı. Bu da olur əyninə. Qalanını evdə geyindirirəm.
Evdə geyindirdikləri qabağa yersən, hə? Bura şöyle bayra çıktılarını gönderdim. Bu nedir? Onun köynəyi. Onu dəstəyəcəm. Onlara Bu köynəyini hiç giyindirmədin. o var. Bunu bir sen neyle giyindirə bilərik? Kariçinin şalvarı ilə. Deyib ya buna şalvar almışıq, değil mi? Donun altında da giyindirə bilərik, deyib bunu. Geçen gider. Balam atasıyla yan yana oturub baxır. Ağıllı qız. Az yavaş. Öz ayağını qaldır orada. Bu donlarını asacağım. Deyib burada da var bana bunu. Bu şalvarı. Oğlan üçündür da. Olmur əyin. Geyinməyib heç əyinin onu. Geyinməyib, yox, o balacadır. Balaca. Balaca deyil, şeydir, oğlan üçündür. Uşaq Olsun gibi da. olan şeylər alırsan, məhəssəbləşdirirsən. Mənim qızım mujikdir. Mən az əsəbləşdirərsən. Sənin qızın qız uşağıdır. Qız uşağı da əməlli başlı geyinməlidir. Bunları evdə geyinməyə aldıq da, yəni onu. Baxın da balama. Hə. Öz yavaş yavaş sözünü çıxart da ağzına. Yekə qız. Bunu evdə qabağına Bir ətək. təcə önlüyü taxmaq Bir lazımdır ətək. ki, dağıtmasın. Bunları evdə geyindirəcəkdir, hə? Olmaz, ora olmaz. O buna bax, mənim başımı alladı, ora getmək istəyir. Sən sumkava baxmısan? Sumkava baxmısan sən? Təcəkləri çöldə geyindirməyə aldıq da, hə? Hə. Çöl, evdə də geyinirlər, çöldə də. Ay Allah. Buna bana geyindirmək. O buna böyük olacaq. Öyle olmuyor. Hey! Deməli. Bax bu pijaması ilə şalvarım tap tacıq. Bu pijamaların çox qəşəngdir, materialları da Bu deyil. qəşəngdir. Yo. Nəzik olmalıdır. Alisa! Alisa dağıtdı tacı, dağıtdı qoyma. Ben ona görə dedim değil mi? Qoy onu yerə, qoy ağlasın. Gedək biz oraca. Gedək görə orada nə var elə? Gedək də oyuncaqlara baxaq, tez mama gəlməmiş. Tez. Bu pijamalarını da təzə aldım. Çox qəşəngdir. Evdə rahat yatışdıranda geyindirməyə. Çox pijamaları var ki, indi onları mən ləğv eləyəcəm. Çünki əyninə həm balacadır Alisa'nın, həm də şeydə. Bunlar çox qəşəng endirimdə idi. Bunlar pakovkadan ümumiyyətlə geyimlərin heç biri pakovkadan açılmayıb deyə təmizdir də, yəni narahat olmuyor. Evet, çox qəşəng. Materialları çox qəşəngdir uşaqlar. Taci! İndi gəl, onu çimizdirəcəm. Gəlirəm. Bunların hər biri pijamadır. Sonra burada elə pijamalar var ki, əyninə həm olur, həm də balacadır. Maşınlı pijamalar almışdım ay bacı mən bu uşağa. Bu pijamaları hamısı yükləmişəm tərs yüzü ilə. Qoymuşam bura. Bunlar təzədir. Bunu elə şalvarı ilə birlikdə geyindirərəm birazdan. Bu pijaması balacalaşır. Bu qalın pijamalardır. Bax, bu pijaması da çox qəşəngdir. Bunu da Türkiyədən almışdım. Türkiyədən yox, daha doğrusu Türkiyə materialıdır. Çox qəşəng pijamadır. Həm tərlətmir. Düzdür, oğlan üçündür. Balıqlı, malıqlıdır. Amma yaxşıdır. Materialı qəşəngdir. Ütləmişəm deyə tərs yüzü ilə qoymuşam. Bunlar çox qəşəng materiallardır. Bunları geyindirirəm. Sonra, hə? Nə isi gəlir? Nə? Bu köynəyi yeni ildə almışdım. Uşağıma qismət olmadı doyunca. Qismət olmadı çox geyinmək. Get buradan. Silah göstərmək olmaz axı taze YouTube'da. Olmaz. Get
Get buradan. Allah, bu nə gözəldir. Bunları xəyalə alın. O mən bunu sürür tez. Get gör ata nə sürür, get. Get gör ata nə sürür. Bunlar balacadır yəni. Hə, belə maykalar aldım Alisaya. Qoy mən bunları qatdalayım uşaqlar. Deməli, uşaqlar, göstərim belə sizə. Baxın, bu formada qatdaladım. Bu formada. Qardırobun demək olar ki, başdan ayağa yox, belə yarı-yarı yenilədik də. İndi hər şey təzədir. Kutkasını falan astım buradan, təzə kutkalarım. Bunlar balonkalarıdır. Bunlar yaylıq belə donlarıdır. Astım. Qəşəng səliqəylə. Belə bu formada. Burada evdə altdan geyinməyə maykalarını yığdım. Buralar hamısı pijamalardır. Bunlar qalın pijamalardır. 2 dənə saxladım. Bunlar isə evdə geyindirməyə jaketləri, şalvarları, çölbayır donları, jaketləri, şalvarları. Belə. İndi isə bu kutkanı yuyacağım. Bunu da həmin o ailəyə verəcəm. Yuyum sonra çünki Alisa bunu geyinib. Amma balacadır Alisanın əlinə çünki çox qısadır. Beli falan çöldə qalır. Amma təzədir də. Yəni Alisa bunu zaten ancaq çölə bayıra geyinib. Bunu da qəşəng asxotda yuyacağım. Gedim indi Alisa'nın dəyişim pijamasını giyindirim. Kakaş eləyib. Yenə kakaş eləyib deyirəm. Deməli izləyicinin biri yazır ki, Gözəl xanım hər dəfə deyir videolarda deyirsiniz ki, Alisa kakaş eləyib, ağzında yemək olur. Uşaqdır da, nəm dilim elə qalıb. Başqa şey eləyib demirəm ki, kakaş eləyib deyirəm. Nəm indi iyrənirsinizsə valıb, nə deyim, baxmayın. Başqa üçün deyəmmərəm. Dedim övladımı dəyişim. Sonra gedək. Bəli, işimizi bitirdik. Qəşəng tvotka yeməyi eləmişik. Tvotko Tacir bəy də çörəyə doğrayır, sağ olsun. Mən şorabamı falan qoydum. Nə gülürsən? Yenə mən tvotka deməyimə gülürsən sən. Alisa da yoxdur ki. Alisa da burada özü üçün oynayır. İnşallah ki, başı qarışıq olar. Biz də yeməyimizi rahat yeyərik. Hə? Yeməyimizi yeyəndən sonra onları ütüləyərəm. Boşqab qoyaq 2 dənə. Yenə sola deyirəm. Ay, lay, lay, lay. Deməli uşaqlar, Qorxusundan yatmaz. izləyicilərim, əziz izləyicilərim, dəyərli izləyicilərim, hamilə vaxtı Alisa qarında olanda üzr istəyirəm böyüklərdən. Tacirə həmişə deyirdim ki, yata bilmirdim. Tacirə deyirdim, mənə belə piş-piş elə yatım. Belə eləməmiş yata bilmirdim də, yuxuya getmirdim son ayına kimi. İndi Alisa'da, indi eyni şeydə Alisa eləyir. Deyir, belə vurmamış yatmıram. Belə vurur, yatır. Amma mən o vərdişindən artıq əl çəkmişəm. Nəysə, bugün atamızı 200 neçə manat, ovşumda 300 manata yaxın rasxoda salmışıq. 300 manatdan çox. 300 manatdan çox deməliydin də, hə, yəni ona. Nə olacaq, qızıvam? Bəlkə mən oradan bir çöp aldım. Bəlkə oradan mən bir çöp aldım. Səhər də açıq idi, yəni o gün kassa özün bilərsən, istifadə edəməm. Mən özümə ala bir dənə pijama almışam arkadaşlar. Bunları da çoxdan almışdım. Instagramda post kimi paylaşmışam. Pijamalarımı bura shorts kimi qoyacağım. Baxarsınız. Qəşəng pijamalar almışam özümə. Nə olub? Nəsə sözdə adam oxşayırsan. Dəqiq olsun. Nunu, video çəkirəm axı. Birdən kimsə burada sənə ağzı oxudu. Onun üstə kəs qoyuyorum, yətsə qoyma. Niyə ağzı oxuyurlar deyə qoyursan? Mən onun üstə dilim ağzımı yumub açıb yumutmadım ki. Nə olsun, fərqi nədir? Nəysə, videomuzu sonlandır. Videomuzu bura kimi izlədinizsə Like atıb. yorum yazın. Kanalımıza abunə olmağı unutmayın. Biz gedirik yatmağa. Sabahlarım sizə möhtəşəm bir xəbərimiz var. İnşallah onu Instagram səhifəmizdə bölüşəcəyik sizlərlə. Təbii ki, həm YouTube, həm Instagram, amma öncədən bilmək istəyirsə Instagram səhifəmizə gələrsiniz Allahın izni ilə. İnşallah hər şeyin xeyirlisi. Öpürük sizləri. Bye bye.